Salam dostlar, bugün bir çoxu 30'lu yaşlarda futbolçuların çoxu futbolu buraxsa da Ronaldo'nun 41 yaşında hələ də necə futbolu buraxmadığını və necə hələ də futbol oynadığından danışacağım ilk növbədə. Portuqaliyanın kasıb məhəllələrindən gələn o arıq uşaq artıq dünyanı fəth etməyə hazır idi. Birinci hissədə Ronaldo'nun uşaqlıq dramını və futbola ilk çətin addımlarını izlədik. İndi isə növbə tarixin gedişatını dəyişən bir futbol robotunun hekayəsidir. Çoxları onun yaşlandığını və futbolunun bitdiyini düşünürdü. Amma o, hər kəsi yanıltmağa və zamana meydan oxumağa davam edir. 41 yaşlı bir əfsanənin zirvə yürüşü başlayır. Hazırsınızsa başlayaq. Hər şey 2003-cü ildə Manchester Uniteddə başladı. Sir Alex Ferguson ona əfsanəvi 7 nömrəli formanı tapşırdı. Ronaldo ilk vaxtlar sadəcə şou göstərdiyi üçün çox tənqid olunurdu. Lakin o, məşq zalına qapandı, bədənini bir maşın kimi təkmilləşdirdi. Hər kəsdən tez gəlir, hər kəsdən gec çıxırdı. Nəticədə 2008-ci ildə Manchesterlə Çempionlar Liqasını və ilk qızıl top mükafatını qazandı. 2009-cu ildə isə uşaqlıq xəyalı olan Real Madridə transfer olundu. Onu stadionda tam 80,000 insan qarşıladı. Məhz burada futbolda qızıl dövrü başladı, çünki tarixin ən böyük rəqabəti doğuldu, Ronaldo Messiyə qarşı. Onlar bir-birini daha da güclü olmağa məcbur edirdilər. Ronaldo Real Madriddə inanılmaz bir statistikaya imza attı, 438 oyunda tam 450 gol. Madriddə daha 4 qızıl top və 4 Çempionlar Liqası kuboku qazanaraq zirvəyə ucaldı, o rahatlığı heç vaxt sevmədi. Öncə Juventus'a keçib İtaliyanı fəth etdi, sonra isə Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu oldu. Finalda zədələnsə də meydanın kənarından bir məşqçi kimi komandasına liderlik etdi. Manchesterə qısa müddətli qayıdışından sonra isə çoxları onun karyerasının bitdiyini dedi. Amma Ronaldo hamını təəccübləndirib Səudiyyə Ərəbistanının Əl-Nəsr klubuna keçdi və Asiyada yeni bir era başlatdı. Bugün bir çox futbolçu karyerasını çoxdan bitirmişkən Ronaldo 41 yaşında hələ də yaşıl meydanlardadır. O, bioloji olaraq hələ də gənc bir oğlan kavidir. Bunu ciddi pəhriz, yuxu rejimi və bitməyən qol aclığı ilə bacarır. Əl-Nəsrdəki qollarından sonra o, Portuqaliya forması ilə 6 fərqli dünya çempionatında qol vuran tarixdə ilk və tək futbolçu oldu. Onun lüğətində dayanmaq sözü yoxdur. Cristiano Ronaldo'nun həyatı bizə sübut edir ki, yaş sadəcə bir rəqəmdir. İstedad sizi qapıya qədər gətirər, amma 41 yaşında hələ də zirvədə saxlayan şey yalnız dəli bir iradə və zəhmətdir. Bəs sizcə Ronaldo 45 yaşına qədər oynaya biləcək, yoxsa bu onun son turniridir? Fikirlərinizi mütləq şərh bölməsində gözləyirəm. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.